Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed ve ali Muhammed. Allahumma aczil veliyyəkel fərəc. Məkasib kitabından 428-ci dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz Məkasib kitabında Ğina bölümündədir. Və keçən dərslərimizdə Feyz-i Kaşani, Mühaddis-i Kaşani və Mühəqqiq-i Səbzivarinin bu barədə rəylərini oxuduq. O ağalar belə buyurdular ki, Ğina özü özlüyündə haram deyil. Əgər xaricdən bir haram ona bağlansa, onda haram olar. Məsələn, bir musiqi aləti ilə oxunsa, o haram olar. Onlar Ğinanı təhsin-ü sovt, sovtul həsənə bilirlər. Yəni, buyururlar ki, Ğina, yəni gözəl səs. Gözəl səs də öz-özlüyündə haram deyil. Əgər bir musiqi aləti ilə bir yerdə olsa, buna deyirlər xaricdən bir haram ona zəmimə olsa, bağlansa, onda bu haram olar. Və illa, yəni əgər bir musiqi aləti ilə olmasa, bu niyə haram olsun? Bu biraz da yaxşıdır. Bəlkə də müstəhəbbidir bu gözəl səslə oxumaq, Quranı oxumaq, duaları oxumaq, mərsiyə oxumaq. Yəni, bunlar Ğinanı bu mənada götürdükləri üçün belə rəy buyurublar. Və lakin bugünkü dərsimiz mərhum Şeyx Murtəza Ənsarinin rəyidir ki, mərhum Şeyx Murtəza Ənsari buyurur ki, biz əshabın fətvalarından və rivayətlərdən belə nəticə almışıq ki, və əhl-i lüğətin dilindən belə nəticə almışıq ki, Ğina, yəni məlahi, yəni eyni musiqi aləti kimi, tar kimi, ney kimi, zurna kimi, bunun kimidir. Ğina nəinki sovtul həsən. Bir dəfə budur ki, Ğinanı sovtul həsən, yəni gözəl səs mənasında götürək. Onda bəli, Mühaddis-i Kaşani, Mühəqqiq-i Səbzivari, bunların sözləri, onlar düz. Və lakin buyurur ki, biz rivayətlərdən və fətvalardan və əhli lüğətin sözündən belə anlamışıq ki, Ğina yəni ləhv, Ğina yəni məlahi, Ğina yəni musiqi aləti kimi. Vaxtı ki, bu mənada tutduq, Ğina özü haramdır. Nəinki musiqi ilə olanda haramdır, qeyri-musiqi ilə olanda haram deyil. Ona görə də o ağaların müqabilində mərhum şeyx buyurur, Əqul, la yəxva ənəl ğina əla məstəftənahu minəl əxbar. La yəxva ənəl ğina, məxvi qalmasın ki, sənə həqiqətən Ğina əla ma belə ki, istəftənahu minəl əxbar. Biz əxbardan istifadə eləmişik, əxbardan, rivayətlərdən istifadə eləmişik, bəl və fətəvaul əshab, bəlkə əshabın fətvalarından istifadə eləmişik və qovlu əhl-i lüğə və lüğət əhlinin sözlərindən istifadə eləmişik, ələ gətirmişik, huvə, yəni Ğina. Yəni o Ğina minəl məlahi, o məlahidəndir, yəni ləhv
ləhvdəndir. Nəzir-u zərbul ovtar, məsələn, tarçalmaq kimi və nəfxu fil qəsəb, ya neyə məsələn üfürmək kimi, ney çalmaq kimi, vəl mizmar, ya məsələn zurna, başqa bir musiqi alətləri çalmaq kimidir. Ғina, yəni bu. Ғina nəinki sovtul həsən, gözəl səs. Və qəd təqəddəmət təsrih bezalik fi rivayətil əməş əl-varidətu fil kəbair. Buyurur artıq və qəd təqəddəmət təsrihu bezalik. Artıq qabaqda biz aşkar şəkildə Ғinanın bu cür olmağını dedik. Harda? Fi rivayətil Əməş, Əməşin rivayətində, Əl-varidətu fil kəbair, Əməşin rivayəti ki, günah-ı kəbirələri, böyük günahları sayırdı o rivayətdə, o böyük günahlardan biri də Ғina idi. Vaxtı ki, Ғina idi, Ғinanı orada sovt-i həsən mənasında tutmurdular. Bəlkə Ғinanı məlahidən, ləhvidən hesablayırdılar. Ona görə də o rivayətdə də böyük günahları sayanda onlardan biri Ғina idi. Fəla yəhtacu fi hurmətihi ilə ən yəqtərinə bil muhərrəmatil uxər kəma huvə zahiru bəzu ma təqəddəmə minəl muhəddiseynil məzkureyn. Buyurur, fəla yəhtacu fi hurmətihi. O Ғinanın haramlığında ehtiyac yoxdur ki, başqa bir dənə haram iş gəlsin, ona yaxın olsun. Başqa bir dənə aləti ona zəmimə eləyək. Necə ki, bu qabaqdakı iki mühəddis, zikr olunmuş mühəddisdən bu söz deyildi. İki mühəddisdən kim idi? Feyzi Kaşani, yəni mühəddis-i Kaşani, muhaqqiq-i Səbzivari. Onlar dedilər, Ғina öz-özlüyündə haram deyil. Bəlkə bir musiqi aləti ilə olsa haramdır. Mərhum şeyx buyurur, buna ehtiyac yoxdur. Niyə? Ғina elə haramdır. Çünki Ғina ləhvdir və ləhvdə öz-özlüyündə haramdır. Da ehtiyacı yoxdur ki, ona bir dənə musiqi alətində yaxınlaşdırasan və deyəsən haramdır. Fəla yəhtacu fi hurmətihi ilə ən yəqtərinə bil muhərrəmatil uxər kəma huvə zahiru bəzu ma təqəddəmə minəl muhəddiseynil məzkureyn. Nəm, lo furizə kovnul Ғina mövzuən li mutləqi sovtil həsən. Mərhum şeyx buyurur, bəli, əgər biz Ғinanı fərz eləyək, deyək ki, Ғina mütləq şəkildə vəz olunub sovt-i həsənə. Əgər desək ki, Ғina, yəni gözəl səs, əgər bu mənada tutsaq, bəli, onda o ağaların dediyi kimidir. Deyərik, gözəl səs mütləq şəkildə niyə haram olsun ki? Gözəl səs o vaxt haram olar ki, o musiqi aləti ilə olar. Əgər bir halda ki, Ғinanı bu cür götürməsək, yəni sovt-i həsən mənasında götürməsək, onda Ғina haramdır. Nəm, lo furizə kovnul Ғina, əgər fərz oluna ki, Ғina mövzuən vazi tərəfindən vəz olunub, yəni lüğət baxımından, li mutləqi sovtil həsən, ümumi gözəl səs üçün, kəma yazhəru min bəzi ma təqəddəm, necə ki, bəzi ağalardan, qabaqdakı dediyimiz ağalardan bu söz zahir oldu. Qabaqda dediyimiz ağalar kim idi? Muhaddis-i Kaşani, muhaqqiq-i Səbzivari. Kəma yazhəru min bəzi ma təqəddəmə fi təfsir mənət tətrib. Məsələn, tətribin mənasını təfsir eləyəndə qabaqda zahir oldu ki, bəziləri belə deyiblər. Onda təvəccəhə bazəkərahu,
onda o iki ağanın sözü düz olar. İki ağa hansı idi? Muhaddis Kaşani, yəni Feyz Kaşani, Muhaqqiq Səbzvari, Zəkərahu təsniyədir, o iki ağaya gedir. Tavaccəhə, yəni onların o söylədikləri onda düz olar. Əgər Ğinani Sovt-i Həsən mənasında götürsək. Necə ki, qabaqda tətribi məna elədik. Tətrib yəni nə? Sovt-i Həsən. Kəma yazharu min bəzi ma təqəddəmə fi təfsiri mənə tətrib. Tavaccəhə ma zəkərahu. Tətrib kəlməsini qabaqda təfsir elədiyimiz zaman orada zahir oldu ki, bəli, Ğina vəz olunub Sovt-i Həsənə. Əgər o cür olsa, onu tutsaq, o mənanı tutsaq, onda bu iki ağanın sözü, Muhaddis-i Kaşani, Muhaqqiq-i Səbzivarinin sözü onda düzdür. Deyərik ki, Ğina öz-özlüyündə haram deyil və lakin başqa bir musiqi aləti ilə olsa, onda haramdır. Və lakin bu sabit olmadı. Bu sabit olmadığı üçün bəs Ğina, yəni ləhv. Ğina ləhv olanda istəyir başqa bir musiqi aləti onun yanında olsun, ona zəmimə olsun, istəyir olmasın. Bu öz-özlüyündə haramdır və icazəli deyil. Elhamdülillahi Rabbil aləmin.